Münasibətinizlə əlaqədar əvvəl və indi açılımına baxırıq. Burada hazırda stabil münasibətdəsiz. Sadəcə olaraq sənə maraqlıdır, fikirləri necə dəyişibdir. Gəl baxaq, əvvəl səni necə biri olaraq görürdü? Okey. İndi baxaq, bəs indi səni necə biri olaraq görür? Əvvəl sənə qarşı hissləri nə idi? Hissləri. İndi sənə qarşı hissləri nədir? İndi sənə qarşı hissləri nədir? Biraz uzun olmalıdır. Əslində 6 sualı tərtib etmişəm. Tamam. Əvvəl münasibətinizi necə görürdü? Münasibətinizi necə görürdü? Və bu münasibətdə hansı mövqedə idi? Gəl belə baxaq. Və indi münasibətinizi necə görür? Yəni, necə bir münasibət olaraq görür? Oy. Və sənə qarşı hansı mövqedədir? Hələ ki, bu üçünə baxaq, sonra yenə davam edəcəyik. Okey. Əvvəl səni necə biri olaraq görürdü? Əvvəl səni çox başarılı, çox bacarıqlı, maddi cəhətdən təmin olunmuş, belə deyim də, öz ayağının üstündə duran biri, mərhəmətli, atzivçıvı, yəni dəstək sevən, amma biraz, belə deyim də, gerçəkləri həyatda daha üstünlük verən bir insan olaraq görürdü. Çünki burada əvvəl, belə deyim də, daha yaxşı tanımırdı mı və yaxud da ki, hər nə idisə, əvvəl biraz ətrafındakı insanlardan qəlb qırıqlığı yaşamış, amma da yenə də öz həyatına davam etmiş biri olaraq görürdü. Yəni, bunu okey, bildik. Özünü necə biri olaraq görürdü, ona baxaq. Əvvəl səni görünüş cəhətdən və ya xarakter cəhətdən necə biri olaraq görürdü. Əvvəl səni xarakter olaraq biraz zəif xarakterli olaraq görürdü. Belə deyim. Yəni, zəif, biraz, belə deyim də, aciz kimi görürdü. Yəni, nə deyim, kənardan belə bir görünüş verirdin və əvvəl biraz belə məsafəli görürdü səni. İnsanlara qarşı, hər kəsə qarşı məsafəli bir olaraq görürdü. Yəni, elə də güclü xarakterdə görmürdü səni. Okey. Gəl baxaq, indi necə bir olaraq görür? Okey. İndi də səni, belə deyim də, biraz yorğun, qarışıq fikirli olaraq görür. İndi sənin fikirlərini konkret olaraq tuta bilmir və yaxud da ki, belə deyim də, ola bilsin münasibətinizlə əlaqədar qərar aşamasındasan və yaxud da ki, hansısa bir problem mi var, sıxıntı mı var? Güclüsən, xarakter olaraq güclü biri olaraq görür, amma indi bilirsən necə görür? Sanki elə bil ki, o qədər onu rahatlatmısan ki, ona möhtac olan, onun sevgisinə, onun duyğularına, ondan asılı olan biri olaraq görür indi səni. Okey, gəl baxaq. Əvvəl hissləri nə idi sənə? Əvvəl hissləri nə idi sənə? Əvvəl sənə qarşı ümumiyyətlə bilmirdi nə hiss elədiyini, nə düşündüyünü. Gəl baxaq. Hissləri var idi mı sənə? Əvvəl hissləri. Yəni, öz hisslərindən də bəlli deyildi, amma sənə qarşı ədalətli davranmağa çalışırdı. Sadəcə əvvəl burada bomboş hisslər var. İndi sənə hissləri nədir? İndi də gəl baxaq. Asılmış adam kartı çıxır. Hisslərinlə əlaqədar indi sənə hissləri nədir? Hissləri. Bilirsən nədir burada hissləri? Həm sənə hissləri var, amma həm də yenə də özündən əmindir. Bu dəqiqə münasibətlə əlaqədar da ola bilsin, bəlkə də bu dəqiqə bu karta, videoya baxan insanlar münasibətlə əlaqədar qərar aşamasındasınız və yaxud da ki, münasibətinizdə hazırki zamanda bir boşluq, bir inciklik, bir keçid dönəmi var. Çünki bu dəqiqə hisslər olaraq əslində bu insan səni istəyir, səni buraxmaq istəmir, amma özü də bəlli deyil, özünə də bəlli. Sadəcə bir dənə onu bilir ki, mən anlamıram nə hiss elədiyimi, amma mən onu itirmək istəmirəm. Bax, belə bir şey var. Okey, tamam, özün bilərsən, okey. Münasibəti necə görürdü əvvəl? Münasibətinizi necə görürdü? Və bu münasibətdə hansı mövqedə idi? Əvvəl münasibətinizi sakit,
stabil görürdü. Ola bilsin əvvəl münasibətinizdə daha bir odaqlanırdımı? Münasibətinizdə belə deyim də sakit bir münasibət olaraq görürdü. Və hansı mövqedə idi münasibətinizdə? Hansı mövqedə idi? Burada qarşılıqlı bir mövqe var idi əvvəl münasibətinizdə, hisslərdə, duyğularda, addımlarda. Yəni ola bilsin ki, əvvəl bu insan səni stabilləşdirmək aşamasındaydı. Ona görə də yəni danışıqlar tamam, indi nədir? İndi necə görür? Münasibətinizi indi necə görür? Və bu münasibətdə hansı mövqedədir? İndi bu münasibətinizi biraz yaralı münasibət olaraq görür və bu münasibətin hara gedəcəyini, necə gedəcəyini bilmir. Çünki indi özü də bu münasibətdən narazıdır. Amma yenə də burada sənin narazı olduğunu görür. Hətta ola bilsin ki, tamam, səni stabil biri olaraq görür, səni itirmək istəmir. Münasibəti stabil münasibət olaraq görür və sadəcə əmindir ki, bu durum düzələcək. Münasibətdə hansı mövqedədir? Münasibətdə konkret olaraq kontrolcu mövqedədir. Bu da o deməkdir ki, onun qərarları, onun düşüncələri, onun fikirləri önəmlidir. Əsas odur ki, mən varam, itirmək istəmirəm. Hə, sən məni anlamalısan. Bu mövqedədir. Okey, gəl davam eləyək suallarımız. Əvvəl səni itirmək qorxusu var idimi? Onda bu münasibətin gələcəyini necə görürdü və münasibəti davam etmək istəyirdimi? Bəs indi səni itirmək qorxusu varmı? Münasibətin gələcəyini necə görür və bu münasibəti davam etdirmək istəyirmi? Okey. Əvvəl qorxusu var idimi? Yox, əvvəl qorxusu yox idi. Mən sənə deyim, bu insan inanmırdı ki, sən ondan gedə bilərsən. Xeyr, qorxusu yox idi. Çünki bilirdi ki, əvvəl prosta bilmirdi, ola bilsin səni kimlər addımlar atırmı və yaxud da ki, əvvəl sən başqa bir insanların, rəqiblər ola bilər münasibətdə, konkurentlər, tutaq ki, kimlərinsə sənə addımını demirdinmi və yaxud da nə isə əvvəl qorxusu yox idi və əmin idi səndən. Okey, indi səni itirmək qorxusu varmı? İndi amma var artıq, itirmək qorxusu var. Niyə var? Yəni, nə üçün var? İndi nə üçün itirmək qorxusu yaranıbdır? Çünki görür ki, bu münasibət bitə bilər. Sən artıq bu münasibəti bitirmək istəyə bilərsən. Bu münasibət, belə deyim də, birdən-birə qırıla bilər. İndi qorxusu var ki, bu münasibəti tuta bilmir. Amma ümid eləyir ki, okey, olmayacaq. Tamam, əvvəl bu münasibətin gələcəyini necə görürdü? Əvvəl ümumiyyətlə bu münasibətlə əlaqədar gələcək görmürdü. Sadəcə düşünürdü ki, münasibətlə də davam eləyərik. Oy, bu birisi kartla baxdım. Təəssüf ki, gəl baxaq. Əvvəl bu münasibətin gələcəyini necə görürdü? Əvvəl düşünürdü ki, bu münasibət onun qaydalarıyla, onun qərarlarıyla davam eləyəcək, onun istəklərinlə. O istəsə davam eləyəcək, istəməsə bitirəcək. Okey, bəs indi bu münasibətin gələcəyini necə görür, indi necə görür? İndi münasibətin yeni bir etapa keçdiyini düşünür, keçə biləcəyini düşünür. İndi sənin gedə biləcəyini düşünür. İndi düşünür ki, bu münasibətin davamı səndən asılıdır. Əvvəl özündən asılı olduğunu düşünürdü, amma indi səndən asılı olduğunu düşünür və düşünür ki, o hər an gedə bilər. Bilmirəm, nə danışmısan, nə demisən, nə baş verib, amma indi bu insan münasibətin gələcəyini səndən asılı olacağını düşünür. Amma sənin addımların, sənin qərarının isə onun addımlarından asılı olduğunu düşünür. Yəni, mən cəhd eləsəm qalacaq, cəhd eləməsəm gedəcək deyə düşünür. Okey. Əvvəl davam etmək istəyirdim münasibətə. Əvvəl sənin davam edəcəyini düşünürdü. Əvvəl münasibəti, ümumiyyətlə, nə var, gedir də belə. Əvvəl sənin davam etməyəcəyini düşünürdü. Əvvəl də var idi ki, bəlkə də gedə bilər, bəlkə də mən ondan uzaqlaşa bilərəm. Görsəm hələ istədiyim bir davranış deyil, münasibət deyil. Yenə də baxaq, əvvəl davam etməyini düşünürdüm münasibətin, davam etməyi düşünürdüm münasibətin. Əvvəl yenə də deyirəm, yuxarıdakı kimi öz qərarlarından deyirdi ki, hələ görək necə gedir. Çünki heç bir fikir yox idi. Bəs indi davam etmək istəyirmi münasibəti? İndi münasibətin heç bitməməyini istəyir. İndi münasibətdəki sadəcə öz pozisiyasını dəyişmək istəmir. Yəni, bu insan istəyir münasibət davam eləsin, amma öz pozisiyası. Yenə baxaq, əvvəl davam etməyini, yox, indi münasibətin davam etməyini istəyirmi? Bəli, indi münasibətin davam etməyini istəyir və düşünür ki, mən də nələrsə etməliyəm. Çünki indi səni itirmək istəmir. İndi səni əvvəlkindən daha fərqli olaraq, belə deyim də,
xarakter olaraq, əks cins olaraq, duruş olaraq görür. İndi sənin ətrafında çox insanlar olduğunu görür və indi düşünür ki, o deyəsən artıq tükənibdir. Gəl baxaq, belə deyim. Onda ümumi baxaq. Ümumiyyətlə, bu münasibəti davam etdirmək üçün cəhdlər eləyəcəyimi, bu münasibəti davam etdirmək üçün, çünki burada görürəm yaralı münasibətdə ekstra cavab var. Davam etdirmək üçün addımlar atacaqmı, stabilləşdirəcəkmi münasibəti? Davam etmək üçün addımlar atacaq, bu münasibətdə bir qırılma nöqtəsi olacaq və o qırılma nöqtəsindən sonra o münasibəti öz əlinə alacaq.